Silisyum O2'nin formunu necə yazar? Deməli, bax, bir silisyum. Silisyum neçə valentlidir? 4 valentlidir. Bir silisyumu yazıram, 4 dənə bol çıxardıram. Bunun hər çıxan qolunun ucu oksigenə gedir. Bundan çıxan qol nəyə gəlir? Silisyuma. Bundan çıxan qolların hər birinin ucu nəyə gedir? Sonra oksigendən çıxan qolun ucu nəyə gedir? Silisyuma. Hər oksigendən 2 qol çıxır, çünki 2 valentlidir. Amma hər silisyumdan 4 qol çıxır, çünki 4 valentlidir. İndi, yenə hər silisyumdan nə elədim? 4 qol çıxartdım. Hər qolun ucu oksigenə. Başa düşdünüz? Və belə. Və bu formul bu şəkildə davam belə davam gedə bilərik, həm aşağıya doğru və böyük bir atom kristal qəfəs yarana bilər. İndi bu silisyum O2-də kristal qəfəsin düyünlərində nələr yerləşirdi? Silisyumlar bir də oksigenə nə yerləşir Zeynab? Silisyumlar bir də oksigenə. Bunların arasında olan rabitələr nə rabitələridir? Polyar kovalent rabitələrdir. O da möhkəm rabitələrdir. Nə demək istəyirəm bilirsiniz? Atom kristal qəfəsdə uşaqlar, kristal qəfəsin düyünlərində yerləşən hissəciklər bir-biri ilə ya qeyri-polyar, ya da polyar kovalent rabitə yaradırlar. Ya qeyri-polyar, ya polyar kovalent rabitə yaradırlar. Demək, atom kristal qəfəsə malik olan maddələr möhkəm maddələrdir, möhkəm rabitələrdir. Bu rabitələri aralarındakı cazibə qüvvəsində də ən qədərli kovalent rabitəni qırmalısın, sən o kristal qəfəsi dağıtmaq üçün. Ona da çox böyük enerji lazımdır. Ona görə atom kristal qəfəsə malik olan maddələr yüksək ərimə və qaynama temperaturuna malik olurlar. Onları qırmaq üçün, parçalamaq üçün böyük enerji lazımdır. Amma məsələn, keçək molekülləri bir dənə saxlayalım, keçək iyon kristal qəfəsə. Burada da kristal qəfəsi belə. Bax, burada bu kristal qəfəsin arasında natriumlar, məsələn, natrium, xlor, ardıcıl olaraq natriumlar, xlorlar, natriumlar, xlorlar beləcə ardıcıl yerləşirlər. Belə. Ardıcıl gedir, natriumlar, xlorlar, natriumlar, xlorlar. Bunların arasında hansı cazibə qüvvəsi təsir göstərir? İyon rabitələr. Necə rabitələrdir? Güclü, zəif. Kifayət qədər güclü. İyon rabitənin arası zəifdir. Müsbət mənfi cazibəsi. Bu da möhkəm rabitələrdir. Kovalent rabitələr də möhkəm rabitələrdir. İyon rabitə də möhkəm rabitələrdir. Demək, iyon rabitədə, iyon kristal qəfəsdə düyünlər arasında iyon rabitələr təsir göstərir. O da necə rabitələrdir? Möhkəm rabitələrdir, güclü rabitələrdir. Ona görə də bu da güclü kristal qəfəsdir. Və onu da əritmək üçün çox böyük ərimə qaynama temperaturu lazımdır. İndi baxın uşaqlar, hərəsindən bir nümayəndə məişətdən tanıyırıq. Atom kristal qəfəsə malik olan məsələn qum. Hamımız məişətdə qum tanıyırıq. İndi siz düşünün də, suyu deyici sıfatına çıxıyor. Deməli, atom kristal qəfəsə malik olan maddə məsələn qum. Qumu götürüb tökün məsələn bir tavanın içərisinə, qoyun qazın üstünə, qızdırın ki, əriyə. Və biz onu heç vaxt əridənmərik. Niyə? Bizim məişətimizdə əldə edə bildiyimiz enerji ki var, qazımızdan əldə etdiyimiz. O dərəcədə yüksək enerji olmur ki, qumu əridə. Qumu əridəcək qədər yüksək enerji əldə edə bilmirik. Baş maddədə əriyə bilir, hər şey əriyə bilir. Hər şey. Baş maddədə? Amma biz məişətdə onu edə bilmərik. Bizim o qədər enerjimiz yoxdur da, qazımızdan o qədər enerji əldə edə bilirik. Xüsusi peçlər falan olur, bəli, 2000 dərəcə civarında əriyir, bəli, o enerjini əldə edə bilirlər və əridirlər. Beləliklə, uşaqlar, məsələn, görürsünüz, necə yüksək temperatur lazımdır ki, qumu əritsin. Atom kristal qəfəsinə malik olan maddələr belədirlər. Məsələn, bor nitrit üçün kitabda bir cümlə var, deyək, 3000 dərəcədən yüksək temperaturda əriyən olduqca bərk atom kristal qəfəsinə malik olan maddədir bor nitrit. Yəni, atom kristal qəfəsinə malik olan maddələr çox yüksək ərimə, qaynama temperaturuna malik olurlar. Niyə? Çünki onların kristal qəfəsləri möhkəm kristal qəfəslərdir. Bu kristal qəfəslərin düyünlərində ya qeyri-polyar, ya polyar rabitələr təsir göstərir, möhkəm rabitələrdir. Başa düşə bildiniz?
Onun üçün atom kristal qəfəsinə malik olan maddələrin ərimə aqreqat halı yalnız və yalnız bərk ola bilər. O qaz aqreqat halı ola bilər. Eyni izahatı ion kristal qəfəsinə də verəcəm uşaqlar. İon kristal qəfəsinə malik olan maddələrdə də xörək duzu buna misaldır. Eyni qaydada xörək duzu üçün o söz işlədirəm. Tavanı gəlin qoyaq qazımızın üstünə, içinə xörək duzu tökək, qarışdıraq ki, bu isinsin, ərisin. Əriyə bilər. Yanır. Biraz belə yanır, amma əriyə bilmir, yəni ərimir. Yüksək qızsa belə əriyə bilmir. Çünki onu da əritmək bizim məişətdə o temperaturu əldə edə bilmir. Demək olar, ion kristal qəfəsinə malik olan maddələr də həmçinin yüksək ərimə qənimə temperaturuna malikdirlər. Çünki onlarda da belə ion rabitələr təsir göstərir. Bu da kifayət qədər möhkəm rabitələrdir. Ona görə də aqreqat halları nə olur? Bərk olur. İon kristal qəfəsədə, atom kristal qəfəsədə malik olan maddələrin hamısının aqreqat halı nə olur? Bərk aqreqat halda olur. Gəldik molekulyarlara. Uşaqlar, molekulyar kristal qəfəsdə isə düyünlərdə hazır molekullar yerləşibdir. Hazır molekullar, siz nətər? Kovalent rabitələr bu molekulların daxilindədir. Kovalent rabitələr bu molekulların daxilindədir. Molekulların daxilindədir. Artıq hazır molekullar yaranıb və burada yerləşib. Düzdür? Yaranıb və yerləşib. İndi o molekullar bir-birləri ilə molekullar arası cazibə qüvvələri vasitəsilə rabitə yaradırlar. Molekullar arası cazibə qüvvələri vasitəsilə. O da Van der Waals qüvvələri deyirlər, zəif qüvvələrdir. Bir hazır molekuldur. Bu molekul sadəcə molekullar arası cazibə qüvvəsindən rabitə yaradır. O da zəif qüvvələrdir. Ona görə də molekulyar kristal qəfəsə malik olan maddələr aşağı düşdüz, kiçik ərimə qənimə temperaturuna malik olurlar və tez əriyən, tez qaynayan maddələrdir. Ona görə də maye halda tanıdığımız, qaz halda tanıdığımız bütün maddələrin kristal qəfəsi nədir? Molekulyar kristal qəfəsidir. Görürsən, başa düşürsünüz, biraz dağınıq olur. Bütün tanıdığımız qaz halda maddələr, bütün